Bir videonu deyəsən yükləməmişdiniz. Bu axırıncı dərsin YouTube Yenə videosuna. baxaram ona. Burada 30 xətanı çıxartmışam. İndi mən Excel-də də deyirəm buna. Deyirəm mən xətaları keçirəm. Amma o demək deyil sən bunun hamısını görəcəksən və yaxud da burada olanlardan başqasını görməyəcəksən. Sadəcə xəta anlayışın sənin olur. Daha çox görülən xətaları görürsən və başa düşürsən ki, bu nə zaman çıxır və xəta olanda proqram dayanır. Bunu kontrol etmək üçün PyExit-dən istifadə olunur. O da növbəti dərsimizin mövzusudur. Ondan inşallah yekunlaşdıracaq həftəmizi. Biz xətalar bizə öyrədir. Yəni orada problem var ki, ə, proqram xəta verir və dayanır. Ondan sonrakı kodları oxumur. Ümumiyyətlə dayanır. Xətanı görən kimi dayanır. Necə ki, inputu görəndə dayanırdı, bizdən məlumat gözləyirdi. Eyni şəkildə xətanı görəndə xəta olaraq çıxır ekrana və proqramın səhv işləməsi deməkdir. Error. Error xəta. 30 xətanı burada qeyd eləmişəm. Və əgər sən errorları bilirsənsə, errorlar haqqında məlumatın varsa, hansı error nə zaman çıxır, yəni təcrübə qazanırsansa, problemi daha tez tapacaqsan, debug eləyəcəksən, yəni analizi aparacaqsan və o səhvi daha tez düzəldəcəksən və onu nə etməlisən orada onu başa düşəcəksən və daha güclü kod yazacaqsan. Çünki xətanın əvəzinə, xətanı başa düşdünsə, ora daha yaxşı kod təbii ki yazacaqsan, o xəta çıxmayacaq və daha güclü kod olacaq, aydın məsələdir. Syntax error, kodun səhv yazılmış. Bax, bu ümumiyyətlə belə bir şey məlumat verim sizə. Mən burada hər bir xətaya aid bir nümunə göstərmişəm, amma o demək deyil, iminli bu vəziyyətdə bu error çıxır. Daha çox bu vəziyyətdə çıxır və buna oxşar vəziyyətlərdə çıxır. Siz artıq bu erroru görəndə deməlisiniz ki, belə tipli vəziyyətlərdə bu error çıxır. Yəni bu error sizə artıq o şeyi errorla elə tanışlığınız olmalıdır ki, bu error görəndə artıq başa düşməlisiniz ki, sənin xətan nə yöndədir, sənin səhvin nə yöndədir. Siz elə bilməyin ki, ancaq bu vəziyyətdə çıxacaq, başqa vəziyyətdə sintaks error çıxmayacaq. Kodun yazılışı səhvdirsə, sintaks error çıxır. Nümunəsinin birini yazmışam. Məsələn, burada if-dən sonra qoşa nöqtə olmalıdır. Sintaks errorda bu qayda qanun var ki, if-dən sonra, if-in şərtindən sonra qoşa nöqtə olmalıdır. Deməli, bu kimi vəziyyətlərdə, nə bilim, qoşa nöqtəni unutubsan, nə bilim, nöqtəli vergülü unutubsan, misal üçün atıram. Bu kimi vəziyyətlərdə hansı çıxır? Sintaks error çıxır. Artıq bunu görəndə siz başa düşməlisiniz ki, sintaksis səhvi var, yazılış səhvi var. Indentation error nədir? Biz bilirik ki, if-else'dir, else-if də olsun, döngülərdir, funksiyadır. Bunların daxili bloku olur. Bu kimi şeylərin. Classlardır. Onun altında yazılan kod, bunu biz xəta çıxmaması üçün nə edirdik? Bura pass yazırdıq. Altında təbii ki, belə bu formada. Təbii ki, bura yox da şey yazırdıq. If-də yazırdıq, pass yazırdıq. Amma indi hamısında keçərli deyil də. İndi bu vəziyyətdə əgər sən bu funksiyanı, bu kod buna aid, ümumiyyətlə altında yazıbsansa, deməli bu buna aid olmalı. Çünki birbaşa bunun altında yazılıb. Amma sən burada boşluq qoymayıbsansa, burada 4 boşluğu qoymayıbsansa, bu formada yazmayıbsansa, indentation error çıxır. Boşluq və tab səhv. Düzgün qoymayıb boşluqlar. Çünki Pythonda digər dillərdən fərqli olaraq boşluqlarla təyin olunur ki, nəyin içərisində. Bunun digər proqramlarda kimi belə mötərizəsi falan yoxdur ki, deyəsən burada başlayır, burada qurtarır. Kodu oxuyan gəlib boşluqlara baxır, görür bunun altındakı sətrə baxır, görür bundan 4 boşluq qabaqdasa, deməli bunun içindədir. Və buna baxır ki, bunun belə bir funksiya var və bunun içində nəsə kod yazılmalıdır da bu funksiyanın, return olmalıdır, nə olmalıdır. Baxır ki, altında yazılan kod qabaqda yazılmayıb, yəni 4 boşluq və ya da tab yox. O görə sənin indentation error çıxardır. Bunları biz gəl şeydə yoxlayaq. VS Code-da yoxlayaq, görə biz error görə bilirik, heç ümumiyyətlə. Burada inanmıram errora, yenə də baxaq. Reklamlar da imkan verməyəcəklər bizə yaşamağa. Run. Burada da çıxır error, indi baxaq görək. Indentation error. Bunu gəlsən tabı qoydum. Test funksiyasını çağırdım. Burada çıxmır çünki ekrana çıxmağa bir şey yoxdur. Amma funksiyanın
düyməsini basmaq, işə salmaq eləməmişəm deyə ona görə çıxmırdı. İndi çıxdı. Ümumiyyətlə bax, bu düyməsini basmaq deyirəm, amma bu sizə başa salmaq üçündür. Bu funksiyanı işə salmaqdır. Burada print var. Yenə funksiyaya qayıtmaq istəmirəm. Bu printi bilir. Belə bir funksiya var. İçində də print olacaq. Hay sözü print olacaq. Amma sən onu işə salmasan, bu heç vaxt bunu ekrana çıxartmayacaq. Bu prosesi icra eləməyəcək. Yəni bunun düyməsini basmaq deyəndə sizə başa salmaq üçün deyirəm ki, bu işə düşmür. Yəni əgər sən mötərizini onu çağırmayıbsansa. Name error. Məsələn, belə bir error da var. Çox görülən bir errordur. Bayaq da elə gördük məncə name error. Print eləmək istəyirəm age. Sırası da error çıxmalıdır bunun. Name error. Nə deyir? Bayaq könüldə çıxdı deyəsən, yoxsa yerində. Deyir ki, olmayan bir dəyişəni sən istifadə eləməyə çalışırsan. Bax, print eləməkdən söhbət getmir ha. Əsas məqsədə başa düşün. Olmayan bir dəyişəndə o içində də heç nə yoxdur, bilinmir nədir bu. Dəyişən adı da yaradılmayıb heç yerdə. Sən onu nə üçünsə istifadə eləməsən, print eləmək istəyirsən, üstünə nəsə gəlmək istəyirsən, toplamaq istəyirsən, çıxmaq istəyirsən, fərqi yoxdur. Yəni ona görə deyirəm ki, bax, fikir versiniz fərqli situasiyalarda siz bu errordan çıxa bilərsiniz. Amma bunu görən kimi siz başa düşməlisiniz ki, əsasən də buradakı sözlərdən sonra başa düşə bilərsiniz ki, age is not defined. Yəni age deyə bir dəyişənin yoxdur sənin. Olması üçün bunun əvvəlində, sonra da olsa səhv edə bilər. Yəni ümumiyyətlə o səhv çıxır da. Biz bilirik də, məsələn, yazsam ki, age bərabərdir məsələn 10, yenə çıxmalı. Çünki burada bunu oxuyan zaman bunu görmür. Elə bir şey həqiqətən yoxdur. Amma bunu oxuyur. Yadında saxlayır ki, hə, bu var, rəmə yazılır. Sonra print eləyə bilir. Yəni istifadə eləyə bilir sonra. Başa düşdünüz belə. Age dəyişən yaradır. Type error yenə çox görülən bir xətalardandır. Əsasən uyğun gəlməyən dataları toplayanda, çıxanda ən çox görülən yəni vəziyyəti budur. Uyğun gəlməyən, yəni biri stringdir, biri integerdə floatdır. Bunları toplamaq istəyirsən, bu type error çıxır. Görsən, nə deyir? String, integer. Deyir ki, ən azından neynə? İkisini də eyni vəziyyətə gətirir. Ya birini integerə çevir, ya da hətta ora qədər deyir. Düzdür. İndi deyək ki, məsəl üçün siz bir xəta ilə rastlaşıbsınız və deyirsiniz ki, məsələn, type errorla rastlaşıbsınız. Sizə biz belə keçmişik, demişik ki, uyğun gəlməyən datalar. Siz gəlirsiniz, bunu götürürsünüz belə, type error. Gəlirsiniz dostumuzun yanına, deyirsiniz ki, bax, Pythonda hansı vəziyyətlər daha çox anlaşılır olsun, daha çox peşkar olsun da belə eləyə bilərsiniz. Sonra bilər. Tam belə çıxartsın bizə, baxaq görək hansı əməliyyatlarda. Məsələn, bax, toplama. Görsən, hətta şey də çıxdı, xətanın izahı da çıxdı. Sonra yeni stringi indeks kimi istifadə etmək. Burada biz əslində belə yox da, stringdə biz bundan eləyirdik də. Burada nə yazılmalıdır? Normalda bu string şeysiz, dırnaqsız stringdə eləmək lazım idi. Bu da məsələn çıxardır type error. Görürsünüz, fərqli vəziyyətlərdir. Yenə də bunun məğzi nədir? Əsas kökü nə oldu? Sən fərqli tip kimi yanaşırsan da, yəni tiplərin işləmə prinsipini bilməlisən. String necə işləyir, bunun hansı indeksləmə metodu var, necə çağırılır indeksi, stringlə integeri sən toplaya bilməzsən, bunu başa düşməlisən ki, bunlar ayrı-ayrı data tipləridir. Burada məsəl üçün tutaq ki, listin sən string kimi yanaşsan listə, bu da sənə yenə nə deyir? Deyir ki, type error, yəni datanın tipinə fikir ver. Belə yadda saxlayın. Və ümumiyyətlə lore dildə öz-özünüz danışın. Və elə kod deyin beyninizdə ki, gələcəkdə sizə problem olmasın. Məsələn, biz yadınızda da belə bir şey deyirdik. Deyirdik, məsələn, inputdan şey gəlir. Hərf də gəlir. Tutaq ki, əslində ora rəqəm yazmalıdır, götürüb yaz. Düzdür, mən 18 yazsa ora, onu integer funksiyası ilə götürüb nə edirdim?
çevirdim rəqəmə. Sonra rəqəmin üstünə nəsə gəldi, nə edirdim, nəsə də indi. Və bunun üstünə məsələn rəqəm yazmadı, söz yazdı. Söz yazanda sən onu integerə çevirmək istəyirsənsə əgər, onda nə çıxır? Bizim hara getdi? Bura silmişəm, yoxsa buradadır? Hə. Deməli, sən əgər sözü çevirmək istəyirsənsə integerə, onda nə çıxır? Value error. Value error. Və ümumiyyətlə yenə deyirəm, amma bu bir nümunədir. Bu kimi vəziyyətlərin hamısında value error çıxacaq. Hətta bunu da araşdıra bilərsiniz ki, gələn dərsə qədər məsləhət görürəm ki, hər bir xətanı belə araşdırın. Hansı situasiyalarda hansı. Yəni məsələn value error başqa hansı vəziyyətlərdə çıxa bilər. Bu sizin həm araşdırma qabiliyyətinizi gücləndirəcək, həm də errorlar haqqında daha geniş məlumatınız olacaq, daha dərin başa düşəcəksiniz. Amma burada çoxdur error. Mən hamısını bir-bir göstərsəm çox vaxtınız gedəcək. Mən sizə tanış edirəm ki, belə errorlar var, bu vəziyyətlərdə çıxır. Hə, value error nə oldu? Sən yenə uyğun gəlməyən data tip, yenə sözü mən çevirmək istəyirəm integerə və Python mənə deyir, dayan, nə edirsən? Bu sözdür, sən bunu necə integerə çevirəcəksən? Bu kimi vəziyyətlərdə mətn integer ola bilməz. Ona da bu kimi vəziyyətdə value error, yəni dəyər xətası çıxacaq. Fikir versə type error iki datanı əlaqələndirəndə əsasən belə vəziyyətlərdə sən onları toplayırsan, amma ayrı-ayrı data tipdir. Bu kimi vəziyyətdə type error, yəni bu elementlər bir-birinə əlaqədə ola bilər və yaxud da yenə qayıdıb əvvəlki vəziyyətə string indeksləməsini sən onu listdə işlədirsən. Bunlar yəni iki dənə data tipi qarışdırırsan da bir-birinə, iki dənə data tipini. Yenə sintaks söhbətidir. Yəni sən qayda qanunları bilsən onu eləməzsən. Deməli tip error, type error çıxır ki, yəni sən dataların tipinə fikir ver. Value error isə yəni dəyər xətasıdır. Sən integerə çevirmək istədiyin bir məlumatdır, amma bu tekstdir. Bu nədən integerə çevrilə bilər? Bu dəyərin sən dəyər anlayışın deməli zəifdir və yaxud da bilmirsən o nə dəyərdir. Burada fikir versəz bir məlumatdan söhbət gedir. Bir məlumatı mən çevirmək istəyirəm hansısa bir dəyərə, o da bizə value error verdi. Index error nədir? İndeks olmayan bir deyək listi və yaxud da hər nədirsə bizim 0 və 1-ci indeksimiz var. Biz deyək ki, 5-ci indeksi gətir. Bunlar hamısı çıxırdı ya. Bizim 0-dan indiyə qədər hamısı keçəndə çıxırdı. Sadəcə siz bunları bilmirdiniz də, ola bilsin ki, heç yadınızda da qalmır. Bu errorlar çıxırdı. İndi fikir versiniz, indiki dərslərimiz köhnə dərslərimizin hamısına əlaqəlidir. İteratorlar olsun, form işləyişini biz keçdik ki, for necə işləymiş əslində, necə olur for avtomatik dayanıb, break-i görülmüş əslində, exit var imiş. Yəni indi keçdiyimiz dərslər, köhnə dərslərin orada gördüyümüz şeylər, sadəcə onları başa düşmürdük, indi başa düşəcəyik artıq. Error çıxırdı, siz başlayırdınız belə panikləməyə ki, mən indi burada nəyə düzəldim, bunu gəlib silim, nə düzəldim, amma siz artıq error oxumağa bacarmalısınız. Yəni məsələn kimsə gəlib bura 5 yazıb, ola bilər bu 2 sətirlik kod deyil, 200 sətirlik koddur və sənə də belə bir xəta çıxır. 2 sətirdə sən xətanı rahat görə bilərsən. Amma sən xətanı bilməzsən ki, index error. Nə deyir? Deməli index error nədir? Yəni olmayan bir indeksi artığını istəmişəm. İstifadə etməyə çalışmışam. Bunu index error. Yəni siz artıq bu xətanı görən kimi yəni bilməz. Line 3 hətta sətri də deyir. Sonra gəlib burada sətirdə tapırsınız. Deyirsiniz ki, hə, nums 5, 5-ci indeks istəmişəm. Numsda da baxırsınız, yox. İndi yedirəm, bu 2 sətirdə çox asandır. Təsəvvür ki, 200 sətirdir, aləm dəyib bir-birinə. Orada siz xəta oxumağı bilməsəz, işiniz çətin olacaq. Sonra, error. Bunu da görmüşük. Bunu harada görmüşük? Dictionary-də görmüşük. Hətta bunu bu xətadan qaçmağın yolu da var idi. Sizə demişdim ki, belə eləməyin, başqa cür xəta almayın. Görəsən kimi yadındadır, o mənim maraqlıdır. Key error, deyir ki, age adlı bir keyin yoxdur sənin dictionary. Kimi yadındadır o? Get.
user.get heç olmayan bir şey yazdım. Hatta bir de var idi. Götürürdü yoxdursa əlavə edirdi ora. Getlə fərqinə də baxmışdı onun. Yəni mötərizəni bağlayaq. Görüm nə edir yazım. Mötərizə səhv olar inşallah görək. Nan. Yəni xəta deyil, nan xəta deyil. Nan bizə nədir? Yəni deyir ki, yoxdur. Sıfır, boşluq, heç nə. Nan odur. Mənim kodum işləyəcək. Məsələn, gəlsən burada xətanın əsas məsələsi budur. Xəta verir və proqram dayanır ki, o xətanı tapasın. Xəta görmədik. Bax, belə bir şey yazıram. Əgər buradakı xətadırsa, xəta görmədik mesajı çıxmamalı. Görürsünüz, xəta görmədik çıxıb. Deməli, xəta görməyib ki, çıxdı da bu mesaj. İndi bayaqki vəziyyətdə yenə mən bunu getlə yox, bu vəziyyətdə, bu əyri mötərizəsi ilə almağa çalışıram. İndi baxaq. Error. Mənim burada yazdığım print. İndi təsəvvür bunun altında neçə 100 sətr kodum varsa heç bir işləməyəcək. Xətanı görə proqram dayanır. Deyir, zəhmət olmasa get xətanı düzəlt, sonra mən işləyim. Təzədən çalışdır. Və bu da belə. Error. Ona qədər çox istifadə olunan, çox rast gəlinən xətalardır. Ondan sonra azdır, amma yenə də onlar da rast gəlir. Hər biri fərqli situasiyada. Attribute error. Bayaqları elmində çıxdı bu. Attribute error mən gördüm elmində. Yəni hansı vəziyyətlərdə çıxır? Mən sizdən gələn dərs bu arada şey gözləyəcəm. Maraqlı qeydlər gözləyəcəm ki, müəllim, məsəl üçün value error olan vəziyyətdə də çıxırmış, qeyd eləmişəm. Baxın, məsəl üçün biz bunu görmüşdük, fikir verməmişdik, nə bilim nə, keçmiş dərslərdə. Mənə nümunələr gətirəsiz ki, hə, bax, burada da value error çıxırmış, burada nə bilim index error çıxırmış. Belə bir araşdırmalar istəyəcəm sizdən. Bax, məsələn, x 10-a bərabərdir. Sən deyirsən ki, x append. Append nədə var? Listdə var da. Sequence data tiplərdə. Salana bilən data tiplərdə sən appenddən istifadə edə bilirsən. O da hamısında yox. Append eləmək, x-a append eləmək istəyirsən 5-i. Deyir ki, atribut əslində bu onun atributudur. Yəni biz ona necə baxırdıq? Print 1 x. Onun atributlarına baxırıq ki, biz bu nədir də? Biz bundan nə istifadə edə bilərik? Hansı metoddan istifadə edə bilərik? Bax. Burada ümumiyyətlə görürsünüz, axıra gələm yoxdur. Yoxdur. Amma biz bayaqlar şey istifadə etmişdik də, append. Bu belə olsaydı, indi baxaq. Dirin hansı, yəni x dir baxdıq ki, görək hansı var. Bizə lazımdır appendi burada görək. Reduce fonu gördüm. Pop, reverse keçmişik. Extend, copy, append. Deməli, bu append varsa, mən burada artıq istifadə edə bilərəm. X append nəsə. Eləyə bilərəm. Onda attribute error çıxmayacaq. Onun yoxudur, integerin yoxudur deyə çıxdı. Zero division error aydın məsələdir. Sıfıra bölmə. Bu yalnız sıfıra bölmədə çıxır. Başqa heç bir vəziyyətdə bu xətanı görə bilməzsən. 10 bölünsün 0. Yəni nəticə olaraq sən hansısa bir rəqəmi sıfıra böləndə bu xəta çıxacaq. Çünki riyaziyyatda da bu sıfıra bölmə yoxdur. Proqramlaşdırmada da, proqramlarda hamısının bu xəta olaraq adı bir xəta qoyurlar. Hər proqramda özünə məxsus. Burada da nədir? Zero division error. Yəni bu xəta varsa, deməli sən 3-cü sətirdə bu xətanı eləyibsən. İndi burada 10 0 deyil, x-dir və x da hardasa sən avtomatik başa düşürsən ki, x 0 imiş. Çünki xətam nədir? Sıfıra bölmə xətasıdır. 3-cü sətirdədir. 3-cü sətirdə də baxıram 10-u x-ə bölmüşəm. Deməli, x 0 imiş. Yəni xətanı bilmək, bax, bu cür problemi həll eləməyə gətirir.
Bəli, məsələn, x-in qiymətini dəyişdin, ya da x-i başqa bir şeyə böldün, artıq xətanı həll etmiş olacaqsın. Gördünüz? Modul not found. Modul tapılmır. Məsələn, importdan ümumiyyətlə modulları import edib oradan nəsə istifadə edirik. Siz olmayan bir şeydir, biz bunu keçməmişik, gələcək dərslərin üstüdür. Olmayan bir modulu sən import eləmək istəyirsən, o da nə çıxır? Modul not found error. Əslində adından da yəni görünür. Deməli, modulda olmayan şey, yenə bu modulla bağlı gələcəkdə daha yaxşı başa düşəcəksiniz. Məsələn, MES adlı modulumuz var və onun içərisində olan şeyləri biz burada import edə bilərik. MES-dən salamı import elə demişik. MES-in içində salam yoxdur. Ona görə də xəta çıxacaq, import error, yəni importumuz səhv. Fayl oxumaq, bax bu fayl oxumaq da bir əlavə dərsdir. Biz məsələn open deyib aça bilərik. Belə bir, məsəl üçün belə deyək də, vizualda Python proyektimiz var. Onun içində də açmışıq da fayllar. Axına da paydır və orada text də yaratmışıq. Data.text. Əgər varsa open deyəndə bu kodu görəndə onu açacaq. Yoxdursa deyəcək belə bir fayl yoxdur. Yəni bu kodu görəndə avtomatik o çıxacaq. Stop iteration-dan tanışırıq. Bunu çox görmüşük. Və görürsünüz, bax, listi çevrilib iteratora, sonra 2 dəfə next çağırılıb. Bunun içində bir element var. Bu bir dəfə çağırıla bilər. Ona görə 2 dəfə çağırılanda nədir? Stop iteration artıq qutarıb, bitib. İterator bitib. Recursion error. Sonsuz rekursiya. Rekursiya nədir? Funksiyanın özünü çağırması. Bax, ümumiyyətlə bu while ilə falan, döngü ilə falan olmalıdır. Funksiyanın adı və return-də həmin funksiyanın adı var. Bu funksiyanı bir dəfə çağırdınsa, return təzədən bunu çağıracaq bu buna. Bax, belə gəzələ bir return. Sonsuz döngüdə əslində. Bu funksiyanın sonsuz rekursiyadır. Buna ad gedir sonsuz rekursiya. Və recursion error çıxır, avtomatik olaraq çıxır ki, sənin funksiyonda səhvlik var. Funksiyanın özünü sonsuz çağırır. Bunu dayandır. Görürsən ki, base case yoxdur. Yəni bunu dayandıracaq bir şey yoxdur. Məsələn, burada elə bir vəziyyət yarada bilər ki, dayansın da, tutaq ki, hansısa qlobaldan bir rəqəmi götürsün, artırsın, bir rəqəmə çatanda funksiyanı çağırmasın. Return başqa bir şey eləsin. Belə bir şey yaza bilər, tutaq ki, misal üçün yazsam, if haradasa bir qlobal dəyişən götürürsünüz, x-dır da, x bərabər olsa, məsələn, 20-yə, burada blok falan yazmır, amma tabları falan boşluqlarında biraz düz gəlmir. Qoya da bilərik. Burada artıq bunu ödənəndə return yazaq. Return x-in özünü məsəl üçün. Yəni artıq bunu görsün, da funksiyanı çağırmasın, əl çəksin funksiyadan. Hər dəfə bunu çağırır. X-i artırsın, amma x-i artırsın, gəlsin 20-yə çatanda return x eləsin. Funksiya dayansın. Funksiyanın dayanma nöqtəsi olmalı, yoxsa bu vəziyyətdə sonsuz gedəcək, bax. Bu vəziyyətdə öz yerimizə. Bu vəziyyətdə görürsünüz, dayandıracaq bir şey yoxdur. Hər dəfə funksiyanın düyməsi basılır. Lokal dəyişən almadan, bax, lokalda biz bilirik ki, funksiyanın kənarında x var, qiyməti də var. Və sən onu istifadə eləmək istəyirsən burada. Bu xətanı da görmüşük. Yadınızdadır, bu funksiyada bu praktik edildi. Print eləmək istəyirsən x-i, amma global x yazmayıbsan. Buraya yazılmalıdır global x ki, sonra mən onu print edeyim. Ona görə də lokal dəyişəni biz çıxartmaq istəyirik. Məqsədimiz odur. Ona görə nə çıxır? Unbound local error. Yəni bu tapılmadı. Lokal error tapılmadı. Lokal error əslində tapılar. Sən orada global x yazsan, lokal olaraq, yəni deyir ki, sən belə yazıbsansa, biz demişdik də, global x yazmasan, bu başa düşür ki, mən funksiyanın içindəki x istifadə eləmək istəyirəm. Amma funksiyanın içində x yaratmayıbsan, axı ona dəyər verməyibsən. Ona görə də bu error çıxır ki, yəni deyir, lokal error tapılmadı. Bu errorla da rastlaşmışıq. Bunların hamısını siz bir-bir yazırsınız, vizualda və ya da VHDL-da yoxlayırsınız, xətanı görürsünüz, hətta araşdırma deyirsiniz ki, bu error başqa nə zaman çıxacaq. Yəni də sizdən nəticə gözləyirəm.
Məsələn, bir fayl silmək istəyirsən, sistem icazə vermir. Məsələn, kodla silmək istəyirsən də, bu da gələcək dərslərin mövzusudur. Onda permission error çıxacaq ki, yəni bu operativ sistem, əməliyyat sistemi icazə vermir. Və tutaq ki, deyək, böyük bir riyazi əməliyyat eləmək istəyirsiniz. Onda da çox böyük rəqəmlə işləmək istəyirsinizsə, məhz keçməmişdi. Burada məhz import məhz keçməmişdi. Ona görə bunu başa düşə bilməyəcəksiniz. Amma çox böyük rəqəmlə əməliyyat aparmaq istəyəndə overflow error görəcəksiniz. Bunların hamısını tanış olun. Onsuz da bundan sonra error görəndə daha rahat olacaq sizə. Başa düşəcəksiniz errorlar. Yenə bax, böyük bir datadır. X-i vurmuşuq elə bir rəqəmə. List təbii ki, bu qədər list olacaq da. Bu sayda elə bir ki, bu listə yaradılır və memory error. RAM-də yer çatmayacağına görə RAM error ala bilər. Bunlar daha əsas təhlükəli kodlardır. Yəni sən RAM-i doldura bilərsən, dondura bilərsən. Ona görə də bunları indi hamısını göstərmək məqsədə uyğun deyil. Sadəcə birinci belə bir şeylər var. Deməli, iteratoru sən dəyişmək istəyirsənsə, onda yəni iteratoru biz ümumiyyətlə klasslarda bir də baxacağıq iteratoru yaradılması falan. Orada dəyişmək istəyəndə runtime error ola biləcək. Yəni nədir? Sən işləyən iterator işləyir və sən onu dəyişməyə çalışırsan. İşləyə dəyişməyə çalışırsan, onda da runtime error. Yəni işləmə vaxtı erroru gedəcək bu. Bunu da görəcəksiniz. Və buradan oxuyursunuz. Bunlar az istifadə olunan errorlardır. Bunları oxuyursunuz. Əsas mən sizdən 10-15, ilk 10-15 error tələb edəcəm. Buradan baxırıq. Çox az istifadə edir. Siz bunu oxuyursunuz. İndi vaxtımız azdır. Hamısını bir-bir göstərə də bilməyəcəm. Vaxt yoxdur. Yəni dediyim kimi, məsələn, bu 27-dir, 26-dır. Bunlar dəhşət az rast gələn errorlardır. Amma sizin gözünüz bundan tanış olmalıdır. Şuuraltı qalmalıdır. Amma bizim burada tanış error var. Bir dənə 30-da gördüyümüz error var. Və məsələn biz demişik ki, dictionary-nin key hissəsinə ancaq nə qoya bilərik? Hashable oluna bilən data qoya bilərik. Məsələn, list yox, tuple qoya bilərik. Qoyanda nə verdi? Unhashable type çıxırdı. Ona da bir dənə baxa bilərik. Baxaq. Yəni əslində bura list hash oluna bilməyən idi. Ona görə sənin icazən yox idi. Dictionary-nin key hissəsində onu qoymaq. Ancaq bura hash oluna bilənləri qoymalısan. Çıxdı. Type error çıxdı. Amma type error nə çıxdı? Unhashable type list çıxdı. Bizə bax, fikir versiniz type error. Əslində əvvəldə də vardı type error. Burada type errorun növləri var da. İndi type errorun biz hansına rast gəldik? Unhashable. Bir dənə də yuxarıda var idi. O da başqa. Biri var ümumi, biri var və hansısa növləri. Biz onun hansına rast gəldiyində unhashable type, yəni hash oluna bilməyən tip. Biz gəlsək, biz bilirik ki, tuple dəyişdirə bilməyən tipdir deyə o hash oluna bilir. Yəni mən bura hash oluna bilən yazsam, bunda xəta görməməliyik. Girsəz burada virus xəta çıxmayacaq. Ümumiyyətlə girsəz burada virus çıxırda falan baxsaz, heç inanmıram burada xətalar verilib. Elə try exit falandır. Mən burada görməmişəm. Yəni biz dərin keçirik. Məsələ odur ki, tam ətraflı sən error oxumağa bacarırsan. O error oxuyub həll edə bilirsən. Bilirsən nədir səhvin. Ən çox görülən errorlar. Syntax error, yazılış səhvi, name error, dəyişən yoxdur, type error, tip problemi, value error, yanlış dəyər, index error, olmayan indeks istifadə etmişik, key error, key yoxdur, attribute error, metod yoxdur, sıfıra bölməz, top iteration, recursion error. Bu da rekursiya istifadə etsənsə funksiya sonsuz özünü çağırsa o erroru görəcəksən və bunlar çox rast gələnlərdir. Və əgər errorları bilirsənsə və try exitdən də istifadə edə bilirsənsə, try exit bu dərsi yaxşı
mənə qaytarsınız. Gəlin dərsin mövzusudur. Try-execute də normal yerində qaydasında istifadə edə bilirsinizsə, onda heç bir problem olmayacaq. Ümumiyyətlə proqramçı qaydası belədir. Errorun adını oxuyursan, sətri tapırsan, səbəbi analiz edirsən, sonra debug edirsən, baxaq görək burada nəyə əsasən bu səbəb. Məsələn 10 bölsün x yazmışdıq. Bu biz nə verib? Sıfıra bölmə xətası. Analiz edirsən ki, bu deməli x 0 imiş. Debug edirsən və dokumentasiyanı oxuya bilərsən və ya da ChatGPT-dən araşdırma, Google-dan araşdırma edə bilərsən ki, kodunu da ata bilərsən hətta. Orada şey də var, qlobal saytlar da var. Kodu atırsan, orada sənə köməklik edirlər. ChatGPT də bunu bu gün edir, Gemini də edir, yəni süni intellektlər də edir. Və erroru da ata bilər. Erroru ümumiyyətlə yaxşı, tutaq ki, value error çıxıb, sən value erroru yaxşı bilmirsənsə, sən ümumiyyətlə problem yaşayacaqsan. Amma mənim dediyimi eləsəz, gələn dərsə qədər bütün yox, bax mən sizə deyim. Bu ən çox rast gəlinəni və buradan sizə mən dərsdə dedimdə hansılar bizə tanışdır, hansıları yox, hansılar gələcək dərslərlə bağlıdır. Onları mən sizə dediklərimi daha geniş araşdırma eləsəz, burada mənim elədiyim kimi araşdırma eləsəz, görürsünüz bir dənə type error araşdırdım burada. Type erroru fərqli növləri. Bu formada araşdırırsanız, praktik eləsəz, yəni bəs edəcək. Artıqları istəmirəm sizdən. Mən burada 30 dənə yazmışam. Gələcəkdə burada çıxacaq errorlar da var. Onları sizdən tələb eləmir. Sadəcə oxuyun, bəs eləyər. Aydındır. Errorlar belə. Ən çox mən sizdən 10-15 dənə tələb edirəm ki, bunu yaxşı səviyyədə bilin ki, həll edin. O birisləri tanışırsınız, bəs eləyər. Buyurun, suallarınız varsa errorlarla bağlı bilə bilərsiniz.